Bugünkü dərsimiz cümlə üzvləri olacaq. İlk növbədə cümlənin baş üzvləri haqqında məlumat verəcəyik. Cümlə üzvləri iki yerə bölünür. Baş üzvlər, ikinci dərəcəli üzvlər. Baş üzvlər mübtəda və xəbər. İkinci dərəcəli üzvlər isə təyin, tamamlıq, zərflikdir. Baş üzvlərə cümlənin qrammatik əsası da deyilir. Yəni sual verilsə ki, cümlənin qrammatik əsasını nə təşkil edir? O zaman baş üzvləri, yəni mübtəda və xəbəri deyirik. Başlayırıq mübtədadan. Mübtəda baş üzvlərdən biri olub, haqqında danışılanı bildirir. Burada da göründüyü kimi qeyd eləmişəm. Sualları kim, nə, hara, əsas ifadə vasitələri isim və vəziflərdir. Lakin isimləşə bilən digər nitq hissələri də bura daxildir. Sifət, say, fe'li sifət və yer zərfi daxildir. Onlar cümlədə mübtəda vəzifəsində işlənə bilir. Təsvirlənməyən feillərdən fe'li sifətin adını çəkdik və məsdər də həm ismin, həm fe'lin xüsusiyyətini daşıyır bildiyimiz kimi. İsmin xüsusiyyətini daşıdığı üçün həm də mübtəda vəzifəsində işlənir. Burada yazdığım igidlər meydana çıxdılar cümləsində gördüyümüz kimi igidlər cümlənin mübtədasıdır. İfadə vasitəsi sifətdir. Sifət isimləşib, isimləşərək cümlənin mübtədası vəzifəsində işlənib. Beşincilər qalib gəldilər. Beşincilər bildiyimiz kimi saydır. Yenə də isimləşərək cümlənin mübtədası vəzifəsində işlənmişdir. Çalışanlar qazanacaqlar. Burada isə çalışanlar fe'li sifətdir. Bu da isimləşib. İsimləşərək cümlənin mübtədası vəzifəsində işlənib. Mübtəda sintaktik əlaqəyə də girir. Xəbər və təyinlə sintaktik əlaqəyə girir. Burada qeyd etdiyim kimi tamamlıq və zərfliklə sintaktik əlaqəyə girə bilmir. Xəbərlə uzlaşma əlaqəsində olur. Uzlaşma əlaqəsində. Təyinlə yanaşma əlaqəsində olur. Düzdür, yanaşma əlaqəsi artıq çıxarılıb. İdarə və yanaşma əlaqələrinin adları çəkilmir. Sadəcə sintaktik əlaqəyə girir deyirik. Mübtəda ən müstəqil cümlə üzvüdür. Yəni, ən müstəqil cümlə üzvüdür o deməkdir ki, sintaktik əlaqəyə girdiyi üzvlərlə hər zaman tabe edici tərəf olur. Yəni, sintaktik əlaqəyə girdiyi üzvlər mübtədadan asılı olur. Mübtəda haqqında bu qədər.